Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər və şagirdlər. Hər birinizi xoş gördük. Bugün Azərbaycan dilindən müxtəlif səpkidə testlərlə tanış olacaq. İlk sualımıza nəzər yetirək. Uyğunluğu müəyyən edin. Yəni hər xanadan şərtimizi ödəyən sözləri götürəcəyik. Sadə isim və düzəltmə feil kimi düşünülə bilər. Birinci xanaya diqqət yetirək. Sadə isim və düzəltmə feil olmalıdır. Alın sözü, bəli, insanın alını sadə isim olur. Almaqdan alınmaq həmçində düzəltmə feil olar. Qoyun sözü heyvan mənasında sadə isim kimi düşünülür. Amma düzəltmə feil kimi düşünə bilirikmi? Xeyr. Məsələn, siz nəyisə qoyun, sadə feil kimi olur. Əkin sözü, əkməkdən əkin, düzəltmə isim kimi düşünürük. Siz əkin, yeri əkin, bu zaman isə sadə feil olur. Yəni, 2-dir, 3-dür. Bunları biz düzəltmə feil kimi düşünə bilmirik. Şərtimizi ödəyir sadəcə 1. Keçək digər xanaya, sadə feil və düzəltmə isim kimi düşünülə bilər. Baxım, mən baxım, bəli, sadə feil kimi düşünürük. Həmçində baxır ki, baxım olur, feildən isim düzəlir. Yəni, düzəltmə isim kimi də düşünə bilirəm. Dözüm sözü, mən dözüm, sadə feil olur. Dözür ki, dözüm olur, bəli, həmçinin də feildən isim düzəlir. Deməli, düzəltmə isim kimi də düşünə bilirəm. Şərtimi ödəyən sözlər olacaq 1, 4, 5. Doğru cavab olacaq Y variantı. Digər sualımıza nəzər yetirək. Fonetik təhlili birdən çox formada düşünülə bilən söz deyil. Birdən çox formada düşünülə bilən söz deyil. Yəni, bir formada düşünə biləcəyimiz sözü seçməliyik. A-dır, B-dir, C-dir, Y-dir. Bu variantlara diqqət yetirsəz, biz həm isim, həm də feil kimi düşünə bilərik. Qızdır, həm isim kimi düşünərik, bir də qızdırmaq feili kimi düşünürük. Tələffüzdə əgər isim kimi düşünsək, dırın rısı düşür, qızdır şəklində tələffüz olunur. Yazarlar, yazıçılar mənasında isim kimi düşünsəm, yazarlar şəklində tələffüz olunur. Əgər feil kimi düşünsəm, yazarlar şəklində tələffüz olunur. Qaladır, bir isim kimi düşünürəm. Qaladı formasında tələffüz olunacaq, bir də qalatmaq feili kimi düşünürəm. Tələffüzdə fərq yaradırmı? Bəli. Yatırlar, isim kimi düşünsəm, gəlir mənasında yatırlar olacaq. Əgər feil kimi düşünsəm, yatırlar formasında tələffüz edəcəm. Amma D variantını yalnız bir formada düşünə bilirəm, sızdırmaq feili kimi. Daha sonra, hansı məqamlarda söz haqqında verilən fikir yanlışdır, bizdən yanlış istəyir. Sözü tələffüz formasında təqdim edib, dəliyə sözü, deyir yazılışı birdən çox formada düşünülə bilər. Bəli, doğru fikirdir. Bir, düşünərəm dələ kimi, bir də dəlik kimi. Saatlə başlayan şəkil çartırında k-nın y-yə keçməsi. Dələyə, dəliyə. Doğrudur. Süründür tələffüzü birdən çox formada düşünülə bilər. Bəli, bir feil kimi düşünürəm, süründürmək. Bu zamandır leksik şəkilçi olur, tələffüzdə heç bir fərq yaratmır. Bir də var sənin süründür. Üçüncü şəxsin təknin şəxs sonluğu kimi düşünsəm, dırın rısı tələffüzdə düşəcək. Doğrudur. Dəriyə sözü yazılışı yalnız bir cür düşünülə bilər. Söz tələffüz formasında bizə təqdim olunub, deyir yazılışı bir cür düşünülə bilər. Xeyr, yanlış fikirdir. Bir, dərə kimi düşünərəm. Dərə. Bir də dəri kimi düşünərəm. Dərəyə, dəriyə. Hər ikisinin tələffüzü dəriyə formasında olacaq. Yanlışdır. Bələyə sözü tələffüzü yalnız bir cür düşünülə bilər. Xeyr, yanlış fikirdir. Bələyə əgər bələk kimi düşünsəm, yəni uşağın bələyi kimi, isim kimi düşünsəm, bu zaman bəli, tələffüzü bu formada olacaq. Bələyə formasında. Amma arzu şəklindəki feil kimi düşünsəm, kaş bələyə, bu zaman tələffüz olacaq bəliyə. Bəliyə formasında. Ona görə də bu fikir yanlış olacaq. Bizdən yanlışları istəyirdi. Yanlış 3, 4. Doğru cavabımız A variantı. Digər sualımıza nəzər yetirək. Hansı sözlərin başlanğıc formaları daha çox dəyişikliyə uğramışdır? Yəni, hansı sözün tərkibində daha çox leksik şəkilçi var? Sözün başlanğıc formasını dəyişikliyə uğradan leksik şəkilçidir. Birinci sözdə əmigildəki sözün kökü əmidir, əmigildəki tərkibində 2 leksik şəkilçi var. Rastlaşdırmaq feili sözün kökü rastdır. Dilimizdə rastlamaq sözü olmadığına görə laşı bütöv götürəcək. Rastlaşdırmaq tərkibində 2 leksik şəkilçi var. Qızardılmış sözün kökü qızarmaqdır. Qızarmaqdan qızartmaq, qızardılmaqmış tərkibində 2 leksik şəkilçi var. Bikeflənmək sözü. Sözün kökü kefdir. Bikef bir ön şəkilçidir. Bikeflə, bikeflənmək. Tərkibində 3 leksik şəkilçi var.
Qucaqlaşmaq feili. Sözün kökü qucdur. Qucdan qucaq, qucaqdan qucaqlamaq, qucaqlaşmaq. Tərkibində 3 leksik şəkilçi var. Təvazökarlıqla. Sözün kökü təvazödür. Təvazökar, təvazökarlıqla. Tərkibində 3 leksik şəkilçi var. Deməli, bizə deyir ki, hansı sözlərin başlanğıc formaları daha çox dəyişikliyə uğramışdır? Doğru cavabımız olacaq D variantı 4, 5, 6. Tərkibində 3 leksik şəkilçi var və 3 dəfə başlanğıc forma dəyişikliyə uğramışdır. Digər sualımıza nəzər yetirək. Eyni köklü olanları müəyyən edin. Eyni köklü sözləri seçəcəyik. Eyni köklü sözlərin kökü eyni nitq hissəsi olmalıdır. Eyni mənanı ifadə etməlidir və düzəltmə sözləri olmalıdır. Gürultu və gürluq eyni köklü söz hesab edə bilərikmi? Gürultudur, cırıltıdır, taqqıltıdır, güppultudur. Bu kimi sözlər təqlidi sözlər hesab olunur. Iltı və ılda şəkilçiləri təqlidi sözlərə qoşulur. Təqlidi söz isə təqlidi sözlə eyni köklülük yaradar. Təqlidi söz digər əsas nitq hissəsindən eyni köklülük yaratmayacaq. Özü kimi təqlidi söz olsaydı eyni köklülük yaradardı. Deməli, buradan 1 ilə 4-ü asanlıqla çıxırıq. Gürultu və cırıltı təqlidi sözdür. Gürluqda sözün kökü gür sifətidir. Cırlıqda isə sözün kökü cır sifətidir. Dediyimiz kimi eyni köklülük yaratmır. Sayğac saylı, sayğacda sözün kökü saymaq feilidir. Qac fəc şəkilçisi feildən isim düzəldən şəkilçidir. Saylıda isə sözün kökü say ismidir. L adlar artırılan şəkilçidir. Ona görə eyni köklülük yaratmır. Göyərti, göyərtə, göyərtə sadə sözdür. Sadə söz eyni köklü sözlər cərgəsində götürülə bilməz. Problematik, problemli, bəli, burada sözün kökü problemdir. Problemdən problematik, atik burada şəkilçidir. İsimdən sifət düzəldir. Problemlidə də həmçinin problem ismindən problemli sifəti düzəlir. Yəni, problematik və problemli sözləri eyni köklü sözlər hesab oluna bilər. Hər ikisinin kökü problemdir. Dadlı, dadanmaq. Dadlıda sözün kökü daddır. Dad ismindən dadlı sifəti düzəlib. Dadanmaqda da həmçinin dadır ki, dadanır. Sözün kökünü dad götürə bilərik. Deməli, doğru cavabımız olacaq 5, 6. C variantı.